Verilişin baş sponsoru Hacı Ceylon Çayları. Söz, musiqi, təbiət, bütün bunların hər biri insanı var edən, insanı hər zaman ruhlandıran ən dəyərli neymətdir. Sözün, musiqinin vəhdətində, təbiətin qoynunda hər birinizi salamlayırıq. Xəzərin sahilindəyik, Xəzərin sahilindən hər birinizə qucaq dolusu sevgilərimizi göndəririk. Əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Bugün Xəzərin sahilinə elə bir adamı dəvət eləmişik ki, bu insan uzun illərdir artıq, hətta deyərdik ki, nəslindən, şəcərəsindən süzülüb gələn o dəyərli neyməti, o istedadı, o bütün varlığı ilə bizə bəxş etdiyi o neyməti ki, biz onun bizə bəxş etdiyi neymətlə ruhumuzu hər zaman cilalayırıq, ruhumuzu qidalandırırıq, hər zaman bizə bir bayatı ağuşunda dincəlməyə sövq verən adamdır. Xalq artisti, bəstəkar və çox dəyərli bir nəslin davamçısı və uzun illərdir, Eldar bəy, bu sözü nə qədər desək belə azdır. Sanki tarixə meydan oxuyan, bugün Eldar müəllimlə görüşürəm, deyirəm, Eldar müəllim, maşallah, heç dəyişməmişsiniz. Bugün Eldar Mansurov bizim Xəzərin sahilində qonaqdır. Deməzdim qonaqdır, Eldar Mansurov Xəzər üçün dostdur, qardaşdır, Xəzərlə bərabər böyüyən bir insandır və Eldar Mansurov ruhumuzun bugün qonaq olacaq və öz həyat fəlsəfəsi ilə illərdir onun doğru bildiyi və yaxud da ki, əksinə bütün bunların hər birini bax bu dəqiqələrdə istəyirik ki, Eldar müəllim bərabər sizlə dodaq tərpəşdirək. Necə baxırsınız? Buyurun. Xoş gəlmişsiniz. Salam əleyküm. Xəzərin sahilindəyik və Eldar müəllim İçəri şəhərdə doğulub boya başa çatıb. Hələ İçəri şəhərdə Xəzərin sahilindədir. İçəri şəhərdə Xəzərin sahilindədir. Elə bayaq biz verişdən öncə Xəzərə baxaraq bir xeyli söhbət elədik. Xəzər yavaş-yavaş öz sahilini genişləndirir. Buna təəssüf hissi ilə deyirik, çəkilir. Amma sizin dövrünüzdə Xəzərin ləpələri tam da şəhərin sahilinə vururdu. Qədim şəkillərə baxanda, hətta Qız Qalası da qədim şəkillərə görə dənizin içində olub vaxtı ikən. Sonra get-gedə çəkilib su. Mən açıq yadıma gəlir, mənim gənclik vaxtlarım, tələbəlik vaxtlarım, onda belə deyildi. Yəni ki, dənizin suyu vardı. Çox hayıfslar olsun ki, əfsuslar olsun ki, yavaş-yavaş su çəkilir, amma hara çəkilir, hara gedir, məlum deyil. Mənə gəlir, nə vaxt gedib, bugün gedirsə, nə vaxtsa qayıdıb gələr yerdə. Eldar müəllim, son zamanlar bu təbiətdə baş verən qlobal istiləşmə, təbiətdə baş verən bu dəyişikliklər, bunlar insanın da əhval-ruhiyyəsinə təsir edir. İndi kimlərisə danışdıranda hər zaman eyni sözü eşitmiş oluruq ki, biraz yorğunam, nəyəsə həvəsim yoxdur və s. Sanki bütün bunlar o təbiətin həmahəngliyində insana sirayət edən amillərdən biridir. Necə baxırsınız ümumiyyətlə bu dəyişikliklərə? Mən açıq deyim sizə ki, çox xoşlamıram məsələn müqayisə eləməyə, amma ki, məcburam müqayisəyə gedim. Çünki müqayisə ilə danışanda bəzi indi gənclər oturub baxırlar, deyirlər ki, gələ başladı köynədən danışmağa. Mən məsələn baxıram, Bakıda ilk dəfə kondisioner 80-ci illərin əvvəllərində gəldi və kondisioner olandan sonra o vaxtdan öyrəşmişik kondisioner işlətməyə, yəni ki, onun havasında sərinləşməyə. Və fikirləşirəm hərdən ki, biz kondisioner olmamışdan biz necə yaşayırdıq. Sadəcə onlara bir ventilatorun deyərdim ki, o fırlanırdı, bizə bir sərinləşdirici verirdi havanı. Get-gedə havalar hamısı dəyişiblər. Yəni, keçmişdə iqlim biraz başqa idi. Get-gedə insanlar yeni texnologiyalar, zavodlar, yerdən nefti götürürlər, digər yerin altında olan neymətlər hamısını götürüb, hamısı işlədirlər, hamısı havaya gedir. Nə bilim, mənim eşitdiyimə görə, yəni o vaxtlarda, Sovet vaxtında eşidirdim o söhbətləri ki, azonda bir balaca orada yırtıqlar əmələ gəlib və ona görə yerin iqlimi də dəyişir. Və hələ suların gedməyidir, hər yer istiləşir. Keçmişdə məsələn biz xoşlayardıq qışda çıxmağa şəhərə.
və yaxud yayda gezməyi, məsələn, şəhərdə gezəsəydisə, o qədər də yay yandırmırdı bizi, o qədər də qış deyim ki, bizi soğutmurdu. Mən baxaram, get-gedə qışa oxşamır, hələ bu iki qışı götürəyik və nə də yaya oxşamır. Yay olur cəhənnəm istisi, adam evdən bayıra çıxa bilmir və qışda da ki, deyim, soyuqdan çox sürüşkən olur hər şey. Yəni ki, buz əmələ gəlir və o buzdaşma getdiyinə görə adam evdən çıxmaq istəmir. Ən yaxşısı azdan çoxdan payızdır və bir balaca da yazdır. Və belə. Amma fikir vermişsiniz, biz payızla yazı da çox az görürük. Son illər may ayından birbaşa yay başlayır. Elə aprel soyuqlarından dərhal biz iyun-iyul aylarının istisini yaşayırıq və sentyabr deməyək, hardasa oktyabr deyə bilərikmi və yox, elə sentyabrdan da dərhal... Yox, sentyabr yayın davamı gedir, adətən oktyabr ayında. Və biz yaz payızı yaşaya bilmirik. Və bu, fikir verirsiniz, hər ölkənin özünə xarakterik insanlar olur. Bu havadan asılıdır. Məsələn, soyuq ölkənin insanları emosional olmurlar. İsti ölkənin insanları daha qaynar, daha emosional olurlar. Və bizdə də bu 4 fəslin hər birini yaşaya bilməyimiz, 11 iqlimdən 9-unun bizdə olması insanlarda həm yaradıcı olmağa sövq edən bir səbəb verir, həm də ki, bizim insanlarımız çox koloritli insanlar olur. Amma indi bu fəsil dəyişikliyində qəfildən istidən soyuğa, soyuqdan istiyə keçmək insanlara da təsir eləyirmi sizcə? Belə deyək, sualı belə konkretləşdirim ki, köhnə kişilər və indiki insanlar. Köhnə adamlar bir balaca xoşlayırlar sakitliyi. Sakitliyi əsasən nədən gəlir? Qışda evdən bayıra çıxmağı xoşlamırlar, yayda və eləcə də yayda. Çünki yay istidir, qış soyuqdur. Soyuqdan başqa bu soyuq öz yerində. Bakı bilirsiniz də küləklər şəhəridir. Məsələn, soyuq niyə görə olur? Məsələn, Moskvada görsən və yaxud hardasa mən olmuşam Rusiyanın çox yerlərində o vaxtı. Yəni ki, çıxırdıq orada şəhərə görsən ki, 20 qradus məsələn şaxta idi. Amma hiss eləmirdin onu. Çünki külək yox idi. Külək sənin o soyuğu sənin bədənivə, canıva salmırdı. Burada amma görsən ki, 1 dərəcədir və yaxud 0 dərəcədir. Külək elə ki, bərkdən vurur adamı üzünə, o şapalağa adam başlayır əsməyə. Və yaxud yay da elə. Bu fəsillərin deyərdim ki, bir dənə gənclər üçün, uşaqlar üçün deyərdim çox yaxşı bir belə baxanda halı var. Deyə görə çünki uşaqlar xoşlayırlar açıq havada olmağı. Onlara daxil yoxdur. Məsələn, oynayırlarsa, günün altında da oynayırlar, soyuqda da qaçırlar, orada oynayırlar. Yəni, onlar üçün yaxşıdır. Amma biraz mənim yaşıtlarım üçün biraz çətindir bunu qəbul eləmək biraz. Və belə. Eldar Mansurov uşaqlığına dönsə, Eldar Mansurov, balaca Eldar Mansurova, bax, bugün Xəzərin sahilində hansı hesabatı verərdi? Yəni, bugün 70'i keçmiş, bir balaca keçmiş deyək, 70'i keçmiş Eldar Mansurov, 7 yaşlı, çox da uzaq getməyək, 7 yaşlı Eldar Mansurovla diyalog qururmu? Yox, diyalog qura bilmərəm mən. Mən tez-tez evdə açıram albomun şəkillərini. Yəni ki, baxıram, hətta özüm balaca bir şey eləmişəm orada şəkillərdən. Deməli, 1 yaşımdakı şəkil, 10 yaşımdakı şəkil, 20 yaşımda, 10 illiklərlə gəlib çıxmışam, bax, indiki 70-də civarında olan yaşıma. Mən baxmışam, necə dəyişmişəm. Bəli. Yəni, bu mənim özüm üçün maraqlıdır, digər adamlara maraqlıdır, yəni. Amma belə baxanda uşaqlıq illəri ən xoşbaxt illərdir. Mən hərdən gəldirəm də, mən danışıram. Məsələn, hansı göyçəklər var, bəzi gənclər var. Gələ başladı Köynədə. Şimdi mən Köynədə, mənim cavanlığım orada olub da. Nə danışım? Mənim ən yaxşı vaxtlarım, mənim cavanlıq vaxtlarım, gənclik vaxtlarım, tələbəlik vaxtlarım o vaxtda olub. Məndən soruşanda, nə təhər olub, mən də o vaxtı danışıram da. Məsələn, bəziləri mən danışanda, məsələn, belə şeyləri, biliyorsun, başda, Eldar mənim Sovet vaxtı üçün darıxıb. Sovet vaxtı söhbəti deyir, istəyir Sovet vaxtı, istəyir indiki vaxtı. Mənim yaşım, məsələn, müəyyən bir vaxtı olub da. Yəni ki, indikilər, məsələn, 20 yaşında uşaq mənə başa düşmür.
Mən məsələn belə baxanda mənim 20 yaşında olduğum vaxtın, o vaxtın söhbəti məsələn eləsəydim indiki 20 yaşda tutardı söhbətləri. Ona görə mən məsələn bu yaşında danışıram, 20 yaşında uşağına başa düşmür məni. Bilirsiniz Eldar müəllim, bayaq mən bir ifadə işlətdim, köhnə kişilər ifadəsi. Bu köhnə kişilər, yəni köhnə o dövrün, köhnə deməyək, adı ifadə olaraq köhnə kişilər Köhnədir də, adlanır, yəni amma ki, o başqa dövrün dövr. qayda qanunları, o dövrün tapuları, o dövrün olmazsa olmazları, o dövrün mənəvi qiymətləri, mənəvi düşüncələri, dəyərləri. Bax, o bütün onların hər birini köhnə kişilər ifadəsinin altında ifadə eləmək olur. Yəni bax, o dövrün adamları və bu dövrün gəncləri. Yəni dil tapmaq çətin olur, eləmi? Mən açığı hərdən çalışıram məsələn, kimlərəsə neysə məsələn də tövsiyə eləyim, nəsə danışım. Çox az adamlar görürəm, başa düşürlər. Çox az adamlar məsələn qəbul edirlər bu şeyi ki, məsələn, doğrudan da məsələn bu kişinin danışığında nəsə bir həqiqət var. Amma belə bir şey var da, nə qədər deyirsən deyə, özü barmağını o adam, o da vurmamış, yandırmamış barmağını özü hiss eləməyəcək, bilən, səni dediklər bir. Mən məsələn hərdən keçmişəm o yol, deyirəm ki, bu yol belə olsa, yəni bu keçməyim buradan. O yandan keçsəz yaxşı olar. Belə baxırlar, təəccüblənirlər ki, sən hardan bilirsin ki, bu şeyləri. Mən keçəcəyəm buradan, mənim yacığıma gedir. Get də. Gedir orada, ya yıxılır uzada uçuruma, ya görsə ki, barmağını yandırır, nəsə belə bir şeylər. Ona elə biraz bu adamların biraz çətin olur danışmaq. Eldar müəllim, bəs sizin özünüzün dərs aldığınız hansı məqam olub? Həyat dərsi aldığınız? Məqam deyəndə ki, mən onun iki cürə məqamı var da, bir evdə aldığım tərbiyədir, birinci dərs odur. Evdə sən görürsən valideynlərin münasibətini, evə gəlib gedən adamlarla məsələn görürsən ki, valideynlərin sənə necə danışırlar, onlar sənə valideynlərin necə danışırlar. Sən də baxırsan, ətrafdakı o adamlara o cürə sən başlayırsan. Əgər hörmətlə danışırsan, onlarla gələcəkdə hörmətlə danışırsan. Əgər görürsən ki, hörmətsizdirlər, yəni ki, biraz yekəbaşdılar, sən çalışırsan, onlardan uzaqlaşasan bu cürə ilə. Məsələn, mən aləmdə belədir ki, evdə valideynlər uşaqlar üçün mütləq örnək olmalıdırlar. Təbii. Çünki uşaq, sən pramakaşka deyirlər də, qabaq 12 var, dəftərlərin içində olurdu. Balaca suyu, məsələn də, harada ki, boysa üstünə öyle kəni çəkir canına. Uşaq var, eləki bir, deyəlim, alətdir. O saat nə görür, onu çəkir özünə. Bu uşaq, məsələn də, baxır, görür ki, ata ilə ana necə hörmətlə bir-birini danışırlar. Uşaqlara da münasibəti o cür olur. Sonra gələndə, məsələn, qonşular gəlib gedəndə görürlər ata ilə ananın uşaqlarla bir-birinə münasibətini, onlar da məsələn başda hörmətlə danışmağa, həmin bu valideynlərlə. Bir də görürsən, düşürlər başqa bir məclisə, biraz adam çoxdur. Məsələn, orada həmin bu qonşu da oradadır, sənin valideynlərin də oradadır. Bunların danışığını görən, məsələn də bu qonşunun danışığını, bunların münasibətini görən adamlar, yəni ki, digərləri də, kimdə ki, görməyiblər, eləməyiblər, onlar da görürlər, başlayırlar başqa cürə hörmətlə yanaşmağa. Yəni ki, insan özündən çox şey asılı, özünü necə Həm də ki, uşaq... Məsəl var, deyir ki, hay-hay var, dağa çıxarda, hay-hay var, dağdan indirər. Yəni, ona görə həmişə adam... İşitdiyindən çox gördüyünü çağırır uşaq. Bir şey gərək, deyəndə gərək fikirləşsin, bir hərəkət olanda, yəni ki, mütləq gərək götürsün gözünün qabağına uşaqlar ki, mən sabahlar olmayacağım, amma bunlara məndən qalacaq mənim hərəkətlərim, mənim sözlərim. Yəni ki, əgər düzgün döyürsə, özünü hiss edirsənsə, bu düzgün döyür, gəlib bu şeyləri uşaqlar üçün qoyub getməyəsən. Eldar müəllim, bizim hər birimizin də ailə ənənəmizdə böyükdən kiçiyə sevdiyimiz bir ritual var. Ritual deyək bunun adını, ya çay süfrəsinə əyləşmək. Və hər birimiz, istər qonşu dediyiniz kimi, istər qohum, istər əziz insan, onları hər zaman evimizə dəvət edəndə onlara birinci olaraq çay təklif edirik. Bax, bu çaydan içməyi sizə təklif edirik. Mən heç təklif olmamış, mən bir qurtum vurmuşam o çayda. Bütün, bax, dadında yəqin ki, fərq hiss edirsiniz. Çay qəşəng çaydır. Mən ümumiyyətlə çayı xoşlayanam. Bu bulvarda, bunun üzəri dəniz kənarında
hələ mənim gənclik məktəbdə oxuduğum vaxtlardan çoxlu çayxanalar var. Biz elə bir dərsdən çıxardıq, ya görsən qaçanda dərsdən gələrdik çayçıya və yaxud çıxırdıq dərsdən sonra yoldaşlarla, sinif yoldaşları ilə, digər sinif uşaqları ilə gəlirdik bu çayxanalarda oturduq. Ən çox gəlirdik bu Kukla Teatrının yanında Lalə adında çayxana vardı. Bizim bir dostumuz vardı. Onun atasının da o çayxana, o işlədirdi oranı. Hər zaman oraya gelirdik. Orada əvvəla həm çaya baxırdıq. Çox yaxşı çay verirdilər orada da. Ondan başqa deyərdim ki, çayın yanında baxıram ki, çox sadə, xoşuma gəlir. Bir kəndli limondur, bir də çaydır. Mən uşaqlıqdan öyrəşmişəm bunlara. Amma sonra elə bir zaman gəldi ki, gəlirdim çayçıya, görürəm bu boyda padnosla gəldir qabağıma çayçı. Qoz, fındıq, şəkər bura, var nələr bir 10 cürə yığıb töküb hamısını. Demə bala, mənə çay verdin, hə? Bir dənə qənd, bir dənə də limon sal içində və salam başqa işlər. Özü də Eldar müəllim, o vaxtı Seylon çayları adla idi. Hər zaman Seylon çaylarına xüsusi önəm verirdilər. Bax, sizin içdiyiniz bu çay Azərbaycan brendidir. Seylon çayıdır, Hacı Seylon çayı. Və bizim bu verilişimizin sponsorudur. Və biz Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik. Sizə çaydan içməyi tövsiyə edirik. Qısa bir aramız var və ailə ənənəsindən danışdınız. Bugün biz sizin atanız Bəhram müəllim Mansurovu xatırlayacağıq. Sonra çox maraqlı söhbətimiz olacaq. Əziz tamaşaçılarımız, qısa aradan sonra buradayıq. Siz də Hacı Seylon çaylarından alın, dəmləyin və hər zaman bizimlə olun. Verilişin baş sponsoru Hacı Seylon Çayları. Verilişin baş sponsoru Hacı Seylon Çayları. Musiqi özü cənnətdə yerləşir. Musiqinin məkanı cənnətdir. Dəfələrlə demişəm ki, istəməzdik ki, biz musiqiçi olaq. Çünki çox həm gözəl sənətdir bu musiqi, həm də ki, çox ağır bir sənətdir. Güclü insan kimdir? Hansı insandır güclü insan? Nə olmalıdır onun? Bütün zərbələrə, bütün deyərdim çətinliklərə güc gələn. Müəyyən qapılar bağlı olur, o qapıları açmaq lazımdır. Baltanı götürüb gedib sındırmaq yox. Gəl dedilər, biliyinlə, savadınla. Eldar Mansurov nə ilə barışmır? Mənim övladım var, mənim nəvələrim var. Mən nəvələrimə nə qoyum gedim? Reklamlarımız bitdi, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Xəzərin sahilindən hər birinizi bir daha salamlayıram və bugün Xəzərin sahilində çox sevilən bir insan. Məsuliyyətlə bunu deyə bilərik, hə Eldar müəllim? Çox sevilən bir insan, dünyaca məşhur olan bir insan. Gəlin özümüzə sağlığımızda qiymət verək və bir sıra mahnılar müəllifi, bir sıra ürəyimizi fəth edən, ruhumuzu qidalandıran o gözəl sənət əsərlərinin müəllifi, xalq artisti, bəstəkar Eldar Mansurov bizimlədir. Eldar müəllim, 3000-dən çox mahnı bəstələmisiniz. Mahnı instrumental musiqidir, yəni ki, bu əsərlər burada bütün janrlar öz əksini tapır. Və biz reklamlardan öncə sizin atanızın adını mən xatırladım. Bəhram Mansurov. Yəni, Bəhram Mansurov ənənəsini davam eləmək, onun həqiqətən layiqli yolunu davam eləmək böyük məsuliyyət tələb eləyirdi. Amma həm də bu bir istedaddır. Yəni, o qədər məşhur insanların övladları onun yolunu davam etdirə bilməyib ki. Amma siz bilavasitə onun yolunu onun qədər davam etdirə bilmişsiniz. Bəzən biz məşhurlardan soruşanda deyirlər ki, mənə qədər gəlib çatacaqsa mənim sənətimdə olsun. Yox, əgər çatmayacaqsa yox. Siz çatdınız və keçdiniz də deyə bilərik. Bunu siz deyə bilərsiniz, çatdım, çatmadım. Mən o işə baxmıram. Yəni, heç o şeyləri düşünmürəm. Amma bilirəm ki, mənim təkcə atamdır, babamdır, ulu babamdır. Bunlar hamısı musiqinin xirdarı olublar. Bunlar musiqini seviblər, musiqi ilə məşğul olublar. Özü də deyərdim ki, çox ciddi münasibətlər olub musiqiyə. Yəni ki, sevib həm də onu qoruyublar. Və bir-birlərinə nəsil bənəsil ötürüblər. Yəni ki, ulu babam babama, babam atasına, mənim atama, atam mənə, qardaşlarımı, yəni ki, bir növ
həvalə edib bu sənəti. Amma dəfələrlə demişəm ki, istəməzdik ki, biz musiqiçi olaq. Çünki çox həm gözəl sənətdir bu musiqi, həm də ki, çox ağır bir sənətdir. Ağır nə barədə? Elə bir ətrafında onun bir mühiti var ki, o qədər dedikodular, bir-birinin ayağından çəkənlər, bir-birini pisləyənlər, bir-birini deyərdim ki, sıxıb boğmaya salanlar, onu atam istəməzdi ki, məsələn, biz olaq. Yəni ki, hər adam o şeydən baş çıxardıb gedir. Yəni o dövrlərdə də bu var idi. Bu həmişə olub. Mən çox söhbətlər eşitmişəm, yəni ki, o nətər olub, filan kəs belə olub, nətər belə olub, necə olub, belə parlaq bir insan sonra dönüb heç nə yapıb belə. Yəni hər zaman da olub, indi də var o şeylər. Amma ancaq qüvvətli adamlar, güclü adamlar görsən ki, bütün bunların hamısının içindən bu odun, nə bilim, deyərdim ki, qılınc, iynə, nə bilim, bütün bu cəngəlliklərdən keçib, axırda görsən ki, gəlir düşür cənnətə. Cənnətə necə deyim? Cənnət o barədə ki, yəni ki, musiqi özü cənnətdə yerləşir. Musiqinin məkanı cənnətdir. Musiqi insanları bizi elə bir ki, gülməsəyəndə açıla da bilər. Yəni ki, tezə buton deyirlər ona. Açılmaya da bilər. Musiqi onu açır. Necə ki, günəşi, güllər, məsələn də günəş deyəndə üstünə o açır, o güllər. Axşam məsələn günəş gedir, gecə qaranlıq gələn yıxılır. Bax, musiqi belə bir şeydir. Həmin o gülə bənzər insanları da daxilində bir növ açır o musiqiyə olan hissləri və gecə yatanda görsən bağlayır onu. Səhərsin yenə də yerindən açır. Harmoniyadır da. Eldar müəllim, güclü insan dediniz. Güclü insan kimdir? Hansı insandır güclü insan? Nə olmalıdır onun? Bütün zərbələrə, bütün deyərdim çətinliklərə güc gələn. O da güc necə gəlir? O da sənin iradənlə gəlir. O sənin savada, biliyə, inamından, yəni ki, böyük bir həvəsindən gəlir. Atamız həmişə deyərdi ki, hər hansı bir vəzifəyə səni götürüb qoya bilərlər. Amma necə qoya bilərlər, çıxarda da bilərlər. Amma sənin aldığın savadı, sənin aldığın biliyi, elmi sənin əlindən heç kim ala bilməz. Ona görə çalışın, bilikli, savadlı olun ki, savadlı bilikli adam bugün əgər yer yoxdursa ona sabahlar mütləq bir qapı açılacaq o adam üçün. Çünki o savad, bilik, hər şeyi bilmək, yəni bu adamı həmişə dayaq olub, adamı yoxsa yol açıb, beləcə bir şey. Ruh adamı, incəsənət adamı, xüsusən musiqi adamı hiss adamıdır. Onun güclü olması o qədər də asan deyil. Və Eldar Mansurov uzun illər, biz elə verilişimizin əvvəlində də qeyd elədik ki, uzun illərdir ki, siz bu sahədəsiniz və peşəkarlığı qoruyaraq gəlib bu sahədə özünüzü var edə bilmisiniz. Neçə dövrlər keçdi, neçə keşməkeşli zamanlar keçdi və bütün bunların hər biri əlbəttə ki, yaradıcı insana təsir eləməli idi. Eldar Mansurovun da bax bu keşməkeşlərdən var olub keçməsi onun gücünə dəlalət edir, deyə bilərik, düzdürmü? Tək Eldar Mansurov yox, bütün sənət adamları hamısı o keşməkeşlərdən keçiblər. Yəni ki, elə belə heç kim belə ancaq baxırsan ki, hər şey ağ rəngdə, hər şey günəşli, işıqlı, elə olmur. Yaradıcı adam gərək mütləq düşsün bəlkə boşa. Bəlkə boşa necə düşür? Yəni ki, görsən ki, müəyyən qapılar bağlı olur, o qapıları açmaq lazımdır. Baltanı götürüb gedib sındırmaq yox. Gəl dedilər, biliyinlə, savadınla, öz zəhmətinlə qazandığın o bilik, savad və hörmətlə o ilə qapıları açırsan sən. Və bu cürə. Eldar müəllim, bayaq sözünüzdən bir məqama diqqət yetirdim. Dediniz, o dövrlər də var idi, söz-söhbət, o dövrlər də var idi müəyyən maneələr və fikir verirəm ki, o dövrün adamları heç bir zaman o baş verən situasiyaları açıq şəkildə açmırlar. Nə situasiyanı açmırlar, nə adamın adını çəkmirlər. Onu pərdəli saxlayırlar, onlar düşünürlər ki, bunu demək olmaz. Amma bugünün insanı, bugünün bu sənətdə olanı bunu danışmaqla, bunu açıb farş eləməklə
bunu böyük bir özünə cəsarət, qoçaqlıq bilir. Bilirsən, çətinliklər olur həmişə. Bilirsən, mən həmişə demişəm, televiziyadır, məsələn, mətbuatdır. Bunlar hamısı bilirsən, cəmiyyətimizin güzgüsüdür. Sən gələcək üçün nə qoyub gedirsən? Məsələn, belə baxanda hər birimizin daxilində nədənsə görsən şikayət var, nədənsə görsən bəyənmirik neysə, bunları deməyin də təri var. Bunları hamısının adı ilə olduğu kimi götürüb açıb tökməklə, sökməklə bu kimlərisə neysə olmaz. Onlar deyəndə də tərbiyəli şəkildə deyəsən ki, o adamlar inciməsinlər. Yəni görsün ki, belə bir şey var, götürsün. Bizdən məsələn nədir? Eşidir ki, məsələn, biri məsələn nədən şikayət, filan kəs belədir, yox filan kəs belədir, filan kəs. Bunlar ad çəkməklə güya ki, öz verdişlərini, reytinqini qaldırırlar, özlərini, bunlar yəni ki, cəmiyyətdə belə sözü düzgün deyənlərdir. O da öyle söhbət. Görsən ki, məsələn, cəmiyyətdən xoşuma gəlmirsə, onu elə formada digilən ki, o adam kim ki, məsələn, düzgün eləməyib o işi, özü utansın öz hərəkətindən. Yoxsa bunun adını çəkməklə, bunu təhqir eləməklə, bunlar işləyirlər. Mən belə başa düşürəm, gələcək uşaqlara, gələcək nəslə nə qoyub gedirik? Bax, bu da əsas məsələ ki, elə şey qoyub getməlisən ki, məsələn, bugün 20 yaşında uşaqlar var, məsələn, 25-30 yaşında adamlar var. Bunlar, məsələn, baxanda görəndə ki, məsələn, yaşlı adamlar belə danışır, bunlar da gələcəkdə o fason danışacaqlar, istər-istəməz. Çünki onlar da gəlib mənim yaşıma çatanda fikirləşəcək ki, mənim övladım var, mənim nəvələrim var, mən nəvələrimə nə qoyum gedim? Bax, bu şeyləri fikirləşmirlər bu adamlar. Nəvərlə hər şey düzələcək. Zamanla hər kəs öz cəmiyyətinin simasıdır, hər kəs öz cəmiyyətinin dövrünün diktəsini yaşayır. Eldar Mansurov nə ilə barışmır? Və barışmadı ümumiyyətlə. Çox şey var ki, məsələn də, çox şeydən o qədər də çox deyil. Yəni ki, yalandır, xoşlamıram. Məsələn, ikiyüzlülük xoşlamıram. Yəni, bunlar mənlik deyil. Mənə hərdən deyirlər ki, sən birbaşa adamsan, səndə o manyor zat söhbəti yoxdur filan beşməkən. Deyirəm, olanı budur da, indi bəyənirsiniz, bəyənin, bəyənmirsiniz, bəyənmiyor. Mənim bir dostum vardı, rəhmətli, bir dəfə qayıtdı ki, haradasa oturmuşdu məclisdə, dedi, Eldarı necə var elə ki, qəbul edin deyir. Bu adam değişən deyil, bu adam belədir. Yəni ki, nəyə görür, nəyə necə görür, onu da o cürədir, sən deyir. Mən də açıb, bir dəfə gedirəm, görürəm ki, bəyənmirlər, yəni belə söhbətlər, mən daha oradan getmirəm. Nə öz deyərdim ki, kefimi pozuram, nə də ki, onların kefini pozuram. Mən elə yerə gedirəm həmişə ki, mən istəyən adamlardır, mən istəyən dostlardır. Yəni ki, mənim ora gəlişim onlar üçün xoşdur. Mən həm o şeydən ləzzət alıram, həm də onlar ləzzət alırlar. Bizim aramızda bir-birimizlə danışmağa görürsən, ayrı-ayrı sahəli adamlarıyıq. Bizim aramızda məsələn də elə münasibət var ki, yəni bir-birimizdən asılı olmuruq və mənim danışdığım bunlar üçün maraqlıdır, onların danışdığı mənim üçün maraqlıdır. Qeybət yox. Amma elə söhbətlər ki, doğrudan maraqlı söhbətlər olsun. Xəzərin sahilində, Xəzərin qoynunda biz sizlə insani dəyərlərdən danışırıq, mənəvi dəyərlərdən danışırıq, keçmiş və gələcəyin vəhdətindən danışırıq. Amma musiqi elə bir nemətdir ki, bütün illərdə, bütün əsrlərdə, baxın, gənclikdən danışdıq, bugünün gəncləri də retro mahnıları, o dövrün mahnılarını eşidəndə böyük şövqlə onu dinləyirlər, onu xoşlayırlar. Bugün Eldar Mansurovun hansı bəstəsi Eldar Mansurovun, belə deyək, bu mühitə uyğun olar ki, biz o bəstədən bir fraqment verək tamaşaçılarımız üçün? Mən deyə bilmərəm konkret hansı mahnını, yəni ki, Allah'a şükür bu şey üçün YouTube var, orada demək olar ki, çox musiqilərim oradadır. Tıklayın, baxın da ürəyimizə hansı düşsə onu götürüb şey deyəsə. Amma ki, onu deyə bilərəm ki, mənim yazdığım musiqilərin, yəni Azərbaycanda, Bakıda yazdığım, bəstələdiyim musiqilərin, deyək ki, belə böyük bir əksəriyyət, hamısı Bakı ilə, hamısı Xəzər ilə bağlıdırlar. Çünki mən özüm deyərdim, bir vaxt vardı, Cəfər Cabbarlı üçün belə bir
kimsə əsər yazmışdı, adını qoymuşdu Küləklər oğlu. Külək oğlu ya da Küləklər oğlu. Mən deyərdim Xəzərin oğlu, Bakının oğlu. Yəni belə bir şeydir. Yəni ki, bu yəni Bakı ilə Xəzər bunlar ikisi eyni deyərdim. Mən bir səviyyədədir mənim üçün. Mən də bu deyərdim ki, belə bir şəhərin, belə bir dənizin evladıyam belə. Nə gözəl. Biz də elə mahnıya qulaq assaq tamaşaçılarımız da. Bax bu Hacı Seylon çayından için və bərabər içək və əlbəttə ki, bundan sonraki söhbətimiz də sizin yaradıcılığınızla bağlı olacaq. Çünki Eldar Mansurov yaradıcılığı çox şaxəlidir və bütün janrlara, istər rock, istər klassik, istər mahnı janrı, hər birinə müraciət edən bir sənətkarımızdır. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabər qısa aradan sonra buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Gəlin sizə Hacı Seylon çaylarından danışım. Çünki Hacı Seylon çaylarının tərkibində olan kimyəvi maddələr insan orqanizminə çox faydalıdır, keyfiyyətlidir ona görə. Və Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu Hacı Seylon çaylarında var. Və bəs biz bu çayları hardan seçib ala bilərik sualı versəniz, bunun cavabı çox asaddır. Şəhərimizdə fəaliyyət göstərən Tayga Store supermarketlərindən və digər market şəbəkələrindən əldə edə bilərsiniz. Oraya yaxınlaşırsınız və orada bir neçə çeşidlərlə tanış olursunuz və seçirsiniz. Yaşıl rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hər birinizin süfrənizdən gözəl, dəmlənmiş, əsil, faydalı, keyfiyyətli çay əskik olmasın. Bu Hacı Seylon çaylarıdır və Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Hacı çay, imtina edilməyəcək təklif. Verilişin baş sponsoru Hacı Seylon çayları. Son dövrlər klassik musiqilərə üstünlük verdiyinizi deyirsiniz. İnsan içəridən nəyə ki tələbatı var, daxildən. İnsan başlayır onu işləməyə, yazmağa. O gələndə hardan gəlir, necə gəlir, onu sən bilmirsən. Ümumiyyətlə pedaqoji fəaliyyət göstərmədiniz, eləmi? Mənim 45 il pedaqoji fəaliyyətim olub. Kim ki qulaq asır, anlayır, başa düşür, onlar üçün dərsə bərabər bir şeydir o. Bakıda muğam məclislərinin yaradıcısı mənim ulu babam olub. Musiqini gərək oxuyasan, dərk edəsən. Musiqi ona görə hər adama müəssər olmur. Verəcəyiniz ən dəyərli tövsiyə nədir sizcə? İnsan olmaq, ən yaxşı cavabını, yaxşı insan olmaq. Reklamlarımız bitdi. Əziz tamaşaçılarımız, Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik.
Hər birinizin evinizdən ruzi bərəkət əskiyi olmasın. Hər birinizin süfrənizdə gözəl dəmlənmiş pürrəngi çay və nemətlər əskiyi olmasın deyirik. Eldar müəllim deyir ki, mən qəndlə, limonla çay içməyi daha çox sevirəm. Digər nemətlər o qədər də maraqlı olmur. Əslində çox adam elə xoşlayır qənd, limon və çay. Eldar müəllim, insanları rəqəmlərə bənzədirlər. Bəzən hərflərə bənzədirlər, bəzən filosofların hərəsinin insan haqqında müəyyən bir fikirləri olur. Mənə maraqlıdır, Eldar Mansurova desələr ki, insanı nota bənzətsən, o hansındadır, hansı latdadır və yaxud hansı nota bənzədərsiniz, nə deyərdiniz Eldar müəllim? Tutağım ki, mənim 5 evladım var. Mən nətər deyim, bunu çox sevirəm, bunu daha az sevirəm. Mənim hamısı eynidir. Mən özümü heç nəyə bənzətmirəm. Çünki mən birbaşa ərə, dünyaya göz açanlara Eldar Mansurov kimi gəlmişəm. Gedəndə də Eldar Mansurov kimi gedəcəyəm. Eyni notda qalmısınız. Mənim üçün hamısı o notlardır, hamısı eynidir. O tonallıqlar hamısı eynidir. Yəni ki, eyni deyən necə, münasibətim onlara eynidir. Çünki mən öz daxilimdə olan hissiyatdan hansını nə vaxt istifadə edirəmsə, onlar yəni ki, mənim daxilimlə həmahəngdirlər. Mən onu deyə bilmərəm. Amma hər səsin öz xarakteri var, Eldar müəllim. Hər səsin özünün öz xarakteri var. Hər Məsələn, səsin bəzi insana özünün baxırsan, öz rəngi deyirsən var. ki, bəli, yəni ki, o insan da ona bənzəyir. Bəzən baxırsan ki, bəzi insan xarakterikdir, onu məsələn o səsə bənzədirsən ki, bax budur. Digəri isə biraz balaca hiss edirsən ki, bunun xarakteri başqa bir səsə, başqa bir lada uyğundur. Bilmirəm, hər halda bu individual bir uyğunlaşdırılmadır. Eldar Mansurov bütün bu notlardan çox şaxəli şəkildə əsərlər yaradır və elə biz söhbət əsnasında danışanda reklamlarda siz simfonik, son dövrlər klassik musiqilərə üstünlük verdiyinizi deyirsiniz. Nələr var, nələr yazmısınız, hansı əsərlərdir, sifarişlədimi, yoxsa özünüzmü bunu ərsəyə gətirirsiniz? Bax, nə edir Eldar Mansurov? Çoxdandır biz onu görmürük. Mən simfonik əsərlərimi sifarişlə yazmıram. Sifarişli şeylərdir onlar. Onlara daxildən nəsə gəlir münasibət, yəni hissiyat və hiss elədiyimə görə o şeyi yazıram o cürə. Yəni, ümumiyyətlə mən hətta deyərdim ki, mahnılarımda da eləci idi. Bu simfonik, yəni ciddi üslubda da elədir. İnsan içəridən nəyə ki tələbatı var, daxildən, insan başlayır onu işləməyə yazmağa. Yəni, bir də var ki, yəni, puluna görə kimsə gəlib sifariş verir və yaxud kimsə ad günüdür məsələn, onun üçün o məsələn, uşağının ad günüdür, bir dənə mahnı yazısı onu bağışlayır. Bunlar bir növ sifarişdir, bunlar konkret ünvanı olan məsələn də əsərlərdirlər. Onlardan da yazırıq, amma o qədər də yox. Yəni ki, daha çox öz içimdə olan hissləri yazıram mən. Yəni ki, mən özdə həmin anda olan hisslərdir. Yəni bir şey yazmışam, görürsənsə burada biraz belə müharibə xarakterli bir əsərdir. Cəngi oxşayır, nəsə belə bir şey. Deməli, həmin anda mənim daxilimdə elə bir hal var. Bir də görsən ki, lirik bir şey gəlir, çıxır, yəni sevgi. Deməli, içəridə var, o demək deyir ki, konkret gəlib kimsə tutun, qucaqlayım, özlərdə sev yazım. Bu içəridə olan bir növ obrazdır. Həmin o obrazda sən yaradırsan bu əsərləri. Əslində qalanda düzgün deyil danışmaq ki, bunu necə yazıram. Əslində insan onu yazanda bu çox intim bir haldır bu əsər yazmaq. Yəni ki, bu sənsən və həmin o pianodur məsələn də, pianoda yazıram məsələn də, çalırsan. Sənin barmaqlarından hisslər keçir pianoya, pianodan o səslər çıxır. Bir növ bunların ikisinin deyərdim ki, bir-biri ilə münasibətindən bir əsər çıxır ortaya. Belə yaradır bu əsərlər. Özdə təkcə piano, orada ancaq icrasıdır bunun. O gələndə hardan gəlir, necə gəlir, onu sən bilmirsən. Amma ki, hiss edirsən ki, gəlir, nəsə gəlir. Hansı mövzu indi sizi daha çox təsirləndirir? Kontent olaraq nəyin üzərində işləyirsiniz? Müxtəlif mövzular. Məsələn, Azərbaycan, Qarabağla bağlı mövzularda çoxlu patriotik
əsərlər yazmışdım. Həm mahnı janrında, həm digər instrumental janrda, həm xor əsərləri məsələn yazmışdım. Həm də ki, simfonik musiqi yazmışdım. Yəni həmin o hadisələrlə bağlı. Yəni belə də o konkret yoxdur məndə bunun cavabı ki, müxtəlif hadisələrlə bağlı sənin içərindən nəsə gəlirsə onu yazırsan. Eldar müəllim, biz gənclərdən danışdırıq, gəncləri müzakirə elədik. Bugün Eldar Mansurovun tələbəsi, tələbələri yetişdirdiyi bir ünvan varmı? Yox, tələbəm yoxdur. Ümumiyyətlə pedaqoji fəaliyyət göstərmədiniz, eləmi? Mənim 45 il pedaqoji fəaliyyətim olub, bəli. Mən son deyərdim ki, 95-96-cı ildən bu günə qədər mən də dərs demirəm. Amma o vaxta qədər dərs demişəm. Həm musiqi məktəblərində, həm Asaf Zeynallarında, texnikumda, həm o vaxt Apilegin deyirdilər, orada dərs demişəm. Konservatoriyada dərs demişəm. Sonra istedadlı uşaqların gimnaziyası var, orada dərs demişəm. Yəni ki, ondan xoreografiya... Onda yetərincə tələbələriniz var sizin, Eldar müəllim? Dərs demişəm, məsələn, müəyyən vaxtlarda 45 il mənim müəllim stajım var. Sonra belə götürdü ki, nəsə daha çox əsər yazmaqla məşğul oldum. Məsələn, mənə baxanda, gəlin baxaq, Fikrət Əmirov, o da heç yerdə dərs deməyib, amma ki, necə əsərlər yazıb gedib. Mən açıq, indi bu günləri baxanda mən çalışıram ki, ona oxşadım özümü. Yaxşı mənada, yəni ki, deyəndə ki, niyə görə dərs demirsən, edəmirsən, Fikrət Əmirov da dərs demirdi. Amma görün, bəstəkarlığı ilə, sənəti ilə çox adama örnək oldu o. Və mən də çalışıram, yəni ki, əgər dərs demirəmsə, musiqimlə. Bilirsən, dərs deməyib biraz başqa şeydir. Oturursan, orkestrovkadan dərs deyirsən, nədən dərs deyirsən, o ayrı şeylərdir. Bir də var ki, məsələn, sənin yazdığın musiqi kim ki qulaq asır, anlayır, başa düşür, onlar üçün də dərsə bərabər bir şeydir o. Əgər bir adam musiqişünas oturur, sənin yazdığın musiqini təhlil eləyir, analiz edir onu və görür, məsələn, onu doğrudan savadlı adam kimi analiz edir, görür ki, aha, bunu necə yazıb, belə dərsə bərabər bir şeydir. Eldar müəllim, bugün Eldar müəllim Bəhram Mansurovun oğlu olaraq, hətta babalarından da sitat gətirdi, buradadır. Və Eldar Mansurovun davamçısı evdən, övladlarınızdan varmı? Mənim övladlarım musiqiyə gedib böyük oğlum, amma istəməmişəm musiqiçi olsun. Mən belə kateqorik razı deyirəm bu şeylə. Yəni ki, musiqiçi bizim nəsildə mənə, qardaşım Elxan ikisimizi qalmışıq. Yəni bizimlə də mənə elə gəlir ki, Mansurovlar musiqiçi kitabını bağlayırlar. Çünki bizim nəsil 150 ildən çox musiqi ilə bağlı musiqiçilər yetişdirib, musiqi işinə baxıb. Bakıda muğam məclislərinin yaradıcısı mənim ulu babam olub. Yəni ki, bunlar hamısı musiqi ilə gediblər. Mən məsələn, övladlarıma deyəndə ki, nəvələrim var, nəvələrimi məsələn tövsiyə eləmişəm ki, öyrənsinlər. Böyük nəvəm var, Ləman, o musiqi ilə məşğul olur, gedir musiqi məktəbinə. Sonra digər nəvəm var, Mikail, o da musiqi ilə başlayıb məşğul olmağa. Hər biri istəyirəm oturub çalmağı öyrənsinlər, heç olmazsa piyanodakı sabahları bir yeri düşəndə məclisə, məsələn, bunları birinci ilə ki, məsələn, Eldar Mansurovun nəvələridir. Utanmasınlar bunlara deyəndə ki, bir şey otursa mən çala bilmirəm. Otursunlar, bir şey çalsınlar. Yəni ki, mənim nəvələrim olduğuna görə. Həm də ki, musiqi başqa bir şeydir. Mən mütləq istəyirəm, hamısı məşğul olsun musiqi ilə. Musiqi ilə məşğul olan adam digər adamlardan inciməsin məndən heç kim. Heç olmasa bir barmaq onlardan yuxarıdır. Nəyə görə? Notların dilini bilmək. O səslərin, musiqinin anlamaq hər adama nəsib olmur o. Yəni, hər adam onu bilmir. Hər adam bilir, saymağı yaxşı bilirlər. Məsələn də kimsə kimyanı yaxşı bilir, kimsə fizikanı. Hər biri ədəbiyyatı zadı. Onları oxumaq olur hamısını. Musiqini gərək oxuyasan, dərk eləyəsən. Musiqi ona görə hər adama müəssər olmur.
Eldar müəllim, deyirsiniz, mənlə İlham müəllimlə bitdi bu məsələ. Amma istedad elə bir genetik varlıqdır ki, o hər zaman mütləqdir ki, bir yerdən çıxacaq. Biz arzu eləyirik ki, ümid eləyirik ki, bir Mansurovlar silsiləsi davam eləsin, gələcəkdə də bu davam eləsin. Və Eldar müəllim, son olaraq, bax, ailə üzvlərinizdən övladlarınıza, nəvələrinizə və gənclərdən danışdıq, gənclərimizə verəcəyiniz ən dəyərli tövsiyə nədir sizcə? Nəyi deyərdiniz? İnsan olmaq ən yaxşı cavab bunu. Yaxşı insan olmaq. Cəmiyyətə, xalqa, dövlətə lazımdır. Dövlətə, xalqa, cəmiyyətə lazım olmaq nə deməkdir? Savadlı, xasiyyətin çox yaxşı, bilikli adam. Yəni ki, xeyir verən adam olasan. Mən bunu ancaq deyə bilərəm gələcəyim üçün. Yəni ki, gələcəyim də ki, övladlarım da işləyirlər, ikisi də yaxşı işləri var. Yəni bu cürə nəvələrim üçün, yəni ki, onların zamanında biraz da dəyişəcək bu yaşayış tərzi. Onların zamanında mənə gəlir ki, daha da çətinləşəcək, yəni mənə görə daha da çətinləşəcək həyat tərzi. Çünki texnika baş götürüb gedir irəli. Mənim vaxtında bir dənə Yuri Gagarin düşmüşdü kosmosa, yəni ki, ondan başlamışdı o. Amma indiki zamanda da kosmos elmlə Bakı biləcəri yolu. Hər 2 aydan bir kimsə uçur gedir, gəlir, ayacan gəlib çıxıblar, indi Marsa stilə getsinlər. Belə şeylər var. Ona görə mən çox istəyərəm ki, məndən sonra gələn nəsil, onlar elə olsunlar ki, həmin dövrlərində həm dövlətə, həm xalqa, həm millətə, həm deyərim ki, mən olmasa da, mənim ki, babalarına həmişə lazım olsunlar. Nə gözəl. Eldar müəllim, bu arzu niyyətə biz də qoşuluruq. Bütün gənclərimizə, bütün insanlara, bütün doğmalara bax bu gözəl hissi tövsiyə edirik. Və Eldar müəllim, veriliş boyu Hacı Seylon çaylarından içdiniz və bəyəndiyinizi də söylədiniz. Biz də istəyirik ki, sizi buradan əliboş göndərməyək. İstəyirik, bax, evinizdə o doğmalarınızla bu gözəl Hacı Seylon çaylarından dəmləyəsiniz, içəsiniz. Burada iri yarpaqlı, xırda yarpaqlı, hətta tənbəllik eləsəniz paket çay da var. Bax, bunu sizə veririk, evinizdə öz əzizlərinizlə bərabər dəmləyib içərsiniz. Əsl Azərbaycan brendidir və Seylon çayıdır. Təşəkkür edirəm, çox sağ olsun. Bu Həcidir, onun yiyəsidir, yoxsa kimdir? Həci, yoxsa brendin adıdır? Brendin adıdır, Azərbaycan markasıdır və gözəl də lozunqları var, imtina edilməyəcək ləzzət. Yəni ki, həqiqətən içəndə o daddan imtina etmirsən, bir də istəyirsən. Bu, reklam xatirinə deyil, biz qonaqlarımıza dəfələrlə veririk və onlar da bu fikirlə razılaşırlar. Bax, belə əziz tamaşaçılarımız, Eldar Mansurov bizimlə idi. Dəyərli Eldar Mansurov, səmimi Eldar Mansurov, uzun illərdir Eldar Mansurovu mən tanıyıram. Bu sənətdə öz sözünü demiş, öz mövqeyi olan və olduğu kimi olan bir insan bugün Xəzərin sahilində sizinlə də görüşdü. Uğurlar diləyirik, hər birinizin evinizdə ruzu bərəkət və sevgi əskiyi olmasın. Görüşmək ümidi ilə Allah amanında.